Onun böyük ürəyi var idi, amma olduqca həssas qəlbli insan idi. Və bütün ağrıları məndən fərqli olaraq o daxilində çəkirdi. Heç kimə danışmırdı. Nə atasına, nə anasına, nə ailəsinə. Danışsa yalnız mənə danışardı. Bir də görsən gecə saat 12-də zəng eləyirdi. Yaxud biz səhər tezdən duran insanlarıq. Dedi ki, işdən qabaq görüşək, söhbət eləyək, dərdləşək. Mən bu əhvalatı heç vaxt danışmamışam. Onun ölümünə bir həftə qalmış, sentyabrın 22-si biz getdik Şuşaya. Bəstəkar Süleymanov Ələsgərov haqqında, bunu bir çoxları bilmir, biz 3 ildən çoxdur film çəkirik. Və birdən mənə zəng elədi, dedi ki, bəs sən Şuşa çəkilişlərini nə vaxta salmaq istəyirsən? Mən dedim ki, bəs ayın 22-si başlayırıq Bakıda və inşallah haradasa ayın oktyabrın 5-i, 6-sından sonra biz gedəcəyik inşallah Şuşaya. Yadında dedim, keçən ildə çəkdik, qəşəng hava var idi. Mənə qayıtsa yaxşıdır. Dedi ki, sən onu əvvələ saldı, mən deyir, qorxuram, sonra çatdırmaram. Bu hiss edirdi. Bu doğrudan da bu ömrünün sonunu hiss edirdi və bu birinci fakt. İkinci fakt, biz çıxanda bizim övladlarımız da çəkilibdi orada. Mənə qayıtdı, dedi ki, qoy Cahangir deyir, səndən getsin. Böyük oğlu. Deyirəm, niyə gəlir də səndən? Yox, istəyirəm səndən getsin. Səndən olanda deyir, mən rahat oluram. Heç vaxt belə şey olmuyor. Gəldi Şuşaya, çəkdik, elədik, bitirdik. Dedim, bununla da Şuşa çəkilişləri bitir. Mənə çəkdi qırağa, deyir, sən deyir, bir dənə komanda ver, qoy hamı getsin, hamı. Biz ikimiz qalaq, gedək deyir, Şuşanı gəzək. Baxdım buna, dedim, nə məsələdir, cavab ver. Deyir ki, gedək deyir, uşaqlıq yerləri, harada ki, deyir, biz də böyümüşük, harada qaçmışıq, nə bilim, o oyun, bu oyun, harada bu uşaqlarla, bizim o qonşularımızla oynamışıq, gedək oraları gəzək. Dedim, yaxşı. Düz 2 saat biz bununla, artıq gün də batırdı, biz ondan gəzdik Şuşanı. Qarış-qarış. Bax, doğulduğumuz bu evdən ta, nə bilim, Çölqala məhəlləsinin bulağına kimi. Bunların hamısı ona görə danışdım ki, o bir misal var, deyir, insan hiss edir də, nəysə də, bizim halda yanındakı ölümünü hiss edir. Bu doğrudan da nəysə hiss edilmiş ki, uşaqlıq yerlərini sonuncu dəfə gedib gəzib. Doğrudan.